Sən gəlib burada mən çəkirsən. Bu yaşımda mən səma şəraiti, öz atam eləmədiyini sən izləyicilərin eləyir. Belə deyim də, sən qardaşların, bacıların eləyir. Öz ailəm eləyə bilmədi. Biz ailəm imkansız deyə nağaraq. Amma sənin kimi bir əmim var, Elşən əmim var. Yəni daimi onu həmişə demişəm. Burada ev tikilməmişdən qabaq demişdim ki, o çox insanlara kömək edir, gözəl insandır. Nə bilim, ürəyimə keçəni tam deyəmirəm. Allah insansan həm. Sən boş ver. Sənin kimi insan bu dünyaya bir də gəlməyəcək ömrü boyu. Allah sənə o qədər ömür versin ki, nəvə, nəticə, kötücə, hamısını görəsi olasan. Həmsində görəsi olansan. Mənə niyə belə köyrətdin yenə? Yox, əmi yox. Mən bunu səmimi qəlbdən, Allah and olsun ürəkdən deyirəm. Çünki sən mənə gör, gəlib burada nələr eləyirsiniz. Yəni mən bunu, yəni sənin bu kütləni, sənin bu izləyicilərini, əgər mən bunu itsəm mənim burnumdan gələr. Allah haqqı burnumdan gələr. Pişikmə pis şeydir. Partüş yanında, dost yanında. Mənim çox şeyimi mənim nənəm elədi. Mənim sünnətimi də siz də mənə bağışlayın. Nənəm elədi, atam eləyən mən. Qoca nənəm elədi, Bakıda qalır. Allah kömək olsun. İnşallah elə bir kütlən olacaq ki, sən çatdıramayasın. Allahın köməyi ilə. Nədənsə sənə baxanda qəlbim sızıldayır. Səni görüm 1 milyon takibə qalxasan. 1 milyon. Yəni o qədər baxsınlar. Səni pisləyənlərdə kimsə, mən fikir vermişəm, baxmışam da telefonlarda ki, səni pisləyirlər. Yəni Allah haqqı, yəni səhv eləyirsiniz də. Elşən əmi elə bir insan deyil. Elşən əminin qəlbi o qədər təmiz. Sizin fikirləşdiyiniz yox, sizin fikirləşə bilmədiyiniz qədər təmiz ürəyi. Çünki gör neçə insanların gözlərinə işıq vermisən sən. Neçə insanları sən şərait qurmusan. Neçə insanların üzünü güldürmüsən, qəlbin sevindirmisən. Gör neçə insanları sən şad eləmisən. Elə insanlar bilməsə də onu göydəki Allah bilir. Görür Allah. Ona görə də inşallah sənə o qədər nə bilməyəm, o qədər imkan versin, o qədər şan şöhrət versin ki, yığıb yığışdıra bilməyəsən.